Salam əziz izləyicilər. Bugünkü videomuzda frontend dərslərimizin 3-cü videosu olan görünməyən web sətrinin altındakı memarlıq mövzumuzu keçirik. Bizim bu mövzunun əsas məqsədi taqlardan, SEO axtarışından, semantik HTML-dən ibarətdir. Burada əsas məqsəd bizim yaradacağımız veb saytın özünün lazım olan auditoriyaya düzgün şəkildə çatdırılmasından ibarətdir. Yəni saytımızı necə strukturlaşdırmalı, məlumatlarımızdan əlavə edəcəyimiz müəyyən şeyləri necə əlavə etməliyik və necə strukturlaşdırmalıyıq ki, Google axtarış motorları bunları axtardığı zaman, istifadəçilər həmin Google-da sizin saytınızı axtardığı zaman Google həmin sizin saytınızı tapsın və istifadəçilərin qarşısına çıxarsın. Əsas məqsədimiz bunlardan, sizə bunları öyrətməkdən ibarətdir mənim məqsədim. Video keçməmişdən əvvəl, əgər video xoşunuza, dərs xoşunuza getsə, aşağıdan videoya like atmağı, kanala abunə olmağı və bildirimləri açmağınızı rica edərdim ki, gələcəkdə həmin bu videolardan yenidən çəkdiyim zaman bacardığım qədər hər həftə yeni bir dərs, yeni bir video əlavə etmək istəyərdim. Bu bildirimlər sizin qarşınıza və lazım olan auditoriyanın qarşısına çıxmış olsun. Elə isə keçək bizim dərsimizə. İlkin olaraq dərsin özünə başladığımız zaman biz HTML-də öz kodumuzu yazırıq və taqlarımızı əlavə edirik, məlumatlarımızı daxil edirik. Daxil etdiyimiz zaman insan olaraq biz sol tərəfdəki kimi bir görünüş ala bilirik. Yəni bizim yuxarıya əlavə etdiyimiz hər hansı bir header-də müəyyən bir məlumat, aşağıda body hissəsində yazdığımız məlumat və aşağı hissədə isə 2-3 dənə buton var. Belə yazırıq. Ancaq maşın tərəfdə, SEO optimization tərəfdə bunların oxunması tamam fərqlidir. Yəni biz burada bütün hamısını bir artikel daxilində əlavə edirik. Bir artikelda dediyimiz, yəni həmin bu hissəyə müəyyən bir məna, müəyyən bir struktur vermiş olur. Ayırmış olur digərlərinə nisbətən. Ora biz özümüzə aid həmin bir hissəyə bir header veririk, yazırıq. Daha sonra bir image veririk, bir paragraf veririk və onların ölçüsünü dəyişdirə bilirik. Daha sonra butonlar əlavə edirik və bağlayırıq. Bunların hamısı müəyyən bir hissədə baş verir və bu da bizim saytın, əgər məsələn belə bir şey sizin saytınızda yoxdur, fərqi yoxdur. Ancaq yenə də hər bir saytınızı yaratdığımız zaman bütün hamısını uyğun şəkildə bünövrəyə salıb, onların hamısını düzgün formada yazmalıyıq ki, gələcəkdə istifadəçi Google axtarış sistemində və yaxud hər hansı bir axtarış sistemində bir sayt axtarır və bilmir də adını. Deyək, məsələn, bir kurs saytı yığmışıq və deyir ki, məsələn, Bakıda hər hansı bir kurs saytı. O, onu axtardığı zaman avtomatik sizin oraya əlavə etdiyiniz məlumatlar, əgər kodunuz düzgündürsə, həmin veb saytın bünövrəsi düzgündürsə, Google axtarış motorları onları axtarır, tapır və istifadəçinin qarşısına çıxarır. Bizim işimiz bundan ibarətdir ki, kodu əsas bünövrəyə düzgün oturdaq və lazım olan hissələri düzgün yığaq. Hər bir təmiz kodun özünün 3 əsas sütunu vardır. Bunlardan biri, bəlkə dediyimiz kimi, taqlar vasitəsilə düzgün bir məna yaratmaqdır. Yəni burada məntiqi iyerarxiyası düzgün olsun, məzmun düzgün bölüşdürülsün və bunun özünün kontekstual mənası doğru olsun. Daha sonra gəlir rəqəmsal əlçatanlıq. Bu artıq bütün telefonlarımızda, kompüterlərimizdə və gələcəkdə də elə bütün hər yerdə artıq istifadə olunacaq ki, çünki bütün auditoriyaları əhatə eləsin. Yəni bu əngəlli insanlar da ola bilər, məsələn, görmə məhdudiyyətli insanlar da ola bilər və yaxud hər hansı bir şey ola bilər, fərqi yoxdur. Kodumuz düzgün əlçatan, saytımız düzgün əlçatan olmalıdır. Deyək, məsələn, sənin saytına əlavə elədiyin şəkil yüklənmirsə, bura bir alt məlumat yazmalısan ki, bu şəkil, məsələn, deyək, hər hansı bir şəkildir. Deyək, məsələn, maşın şəkildir və yaxud universitet şəkildir. Ora, məsələn, deyək, bir labellarımız olur və ora bir ad yazmalıyıq. Deyək ki, məsələn, bura e-mailini daxil et və yaxud bura kodunu daxil et. İstifadəçi bunu görmür. Sən elə düz 3 dənə label yazsan, bu zaman avtomatik istifadəçi baxacaq, deyəcək, bura mən hansı məlumatları yazmalıyam. Bu düzgün olmalıdır. Görmə məhdudiyyətləri üçün uyğun bir interfeys olmalıdır, səsləndirmə olmalıdır. Deyək, yazdığın hər hansı bir blog səhifəndir və həmin blog səhifəsi bir veb saytın var və bura insanlar gəlir, bura öz bloqlarını yazır. Sən ki, burada bütün hər şey istifadə edə bilər. Ancaq görmə məhdudiyyətli insanlar buradan istifadə edə bilməyəcək. Avtomatik burada elə bir sayt yaratmalısan ki, burada onlar üçün olsun. Deyək, məsələn, bir AI vasitəsilə onlar oxunsun və kompüterin
öz dinamiklərindən mahnı çıxsın, həmin o söz çıxsın və istifadəçilər də eşitsin və s. kimi bir çox nümunələr də buna gətirə bilərik. Və bir də SEO optimization-dır, Search Engine Optimization. Burada da kod o cür olmalıdır ki, bayaq dediyim kimi, lazım olan istifadəçilərin qarşısına sənin saytını önərə bilsin. Google axtarış motoru və digər motorlar. Gəlir həmin səhifənin anatomiyasına. Bayaq dediyim kimi və keçən videoda demişdim. Bir body hissəmiz var. Bütün kodumuz hamısı body hissəsində olur. Body hissəsində biz header yaradırıq və header daxilində ancaq headerdə istifadə edəcəyimiz şeylər olmalıdır. Main yaradırıq. Main daxilində ancaq bizə lazım olan bütün məlumatlar, deyək, artikeldir, hər hansısa bir məsələn listlərdir və s. bunlar olmalıdır və bir də footer olmalıdır ki, altda da lazım olan məlumatlarımız olsun. Qısa bir nümunə, qısa bir qeyd, hər bir tek səhifədəki rolu haqqında mühərriklərə konkret siqnallar verir. Məsələn, artikel yaradırıq. Bu artikelin özü tək başına mənası olan müstəqil bir hissədir. Yəni bura biz main daxilində bunu yazdıq və biz artikel daxilində da hətta deyək bir kartlar yarada bilərik və kartların özlərinə də header, footer, body hissəsi verə bilərik. Gəlirik H1-dən H6-ya qədər olan başlıq təqlərindən. Burada deyək bunun hamısını ümumi bir kitab olaraq fikirləşək. Kitabın özünün nə olur? Adı olur. Ad da əlbəttə ki, bütün hamısından ən böyük olduğu üçün bunu H1 təqi vasitəsilə yazırıq və bu ən böyük ölçüdə olur, bold olur və yəni gözə daha rahat görsənir. Bilinir ki, hə, bu artıq kitabın adıdır. Daha sonra kitabı fəsillərə bölünür. Bunların hansına H1-dən sonra H2-yə gəldiyi üçün H2-yə daxil edirik. Bura fəsillərimizi daxil edirik və daha sonra hər bir fəslin özünə alt fəsli varsa bunu H3-ə daxil edirik və yaxud başqa biri varsa H4-ə. Yəni sıra-sıra bu cür düşmək lazımdır. Xəbərdarlıq. Səviyyə atlatmaq, məsələn, H2-dən birbaşa H4-ə keçmək olmaz. Bu xətadır. Yəni sən birbaşa böyükdən, birbaşa H1-dən deyə H4-ə düşdün, anidən böyük şey oldu, kiçik bir yazı, bu alınmayacaqdır. Özün müəyyən ölçülər vermək istəyirsənsə də, o zaman CSS-dən istifadə edib hər birinə bold da verə bilərsən, onların özünə müəyyən ölçü də verə bilərsən və s. və s. P təqi və break təqi. P təqi bizim ümumi kriteriyalarına baxsaq, semantik məna, yəni yeni bir fikir, müstəqil bir paraqraf blokudur. Bura bütün yazılarınızı normal şəkildə yaza bilərsiniz. Break isə, yəni heç bir məna daşımır. Sadəcə mexaniki qırılma. Deyək, məsələn, səhifənin yazısının məlumatlar gəlir, bir dənə break tulluysan, o səhifə aynen orada kəsilir və başlayır aşağı sətirdən yazmağa. Paraqraf təqi vizual nəticədə avtomatik boşluqlar yaradır və bloku elə bir bütövlükdə sarıyır. Ancaq break təqi mətni sadəcə alt sətrə atır. Yəni o Shift Enter-də, Word-də də yazdığımız kimi məlumatı yazırıq, yazdığımız zaman break-i tullayırıq və anidən keçir növbəti sətrə. Deyək, məsələn, istifadəçi paraqraf təqində yazdığı məlumatları yazmışıqsa da, biz burada oxuyuruq, hə, gəlirik, qutarıq, biz deyirik ki, hə, buradan sonrasını keçirik digər tərəfə qaydanın təzyiqini oxuyuruq, yəni bir pauza verə bilirik. Ancaq break təqində bu olmur. Anidən ekranda məlumatımız tutub keçdi aşağı sətrə. Aralarındakı fərq bundan ibarətdir. P məlumatlar yazırıq, break isə məlumatı dayandırır, növbəti sətrə keçirir. Strong və M. Burada məlumatları bold şəklində, qalın şəkildə yazmaqdan ötəri istifadə olunur. Deyək, məsələn, məlumatı vizual cəhətdən istifadəçi baxır və vacibdir sözünü, deyək, burada 3 dənə söz var. Ancaq böyük bir yazı olanda, orada bir neçə bold olanda avtomatik nəzər ora gedir. Məsələn, deyək, bir blok yazıbsınız, bir blokda deyək, siz öz haqqınız, bir developersınız, özünüz haqqında məlumatlarınız var və həmin o məlumat deyirsiniz ki, mən filan texnologiyaları bilirəm. Avtomatik baxan insanlar birbaşa onu görəcək və deyəcək ki, hə, bu insan deyək, məsələn, C# bilir, C++ bilir, React bilir və s. Bu artıq həmin bu üçün vacibdir. Həmin sözlə də uyğun gəlir, vacibdir. Yəni, baxan kimi istifadəçi artıq bilir ki, hə, burada bu məlumatda bunu demək istəyir, bunun lazımlı nöqtə bu imiş. Bayaq dediyim kimi, rəqəmsal əlçatanlıq, baxanda istifadəçi hamısı qarışıq görsənir. Hər biri qarışıqdır. H1 gəlir, sonra H3, sonra paraqraf, belə-belə qarışıq olur. Artıq istifadəçi yorulur. Ancaq semantik səhifə olduğu zaman məlumat yazılır H1-də, daha sonra gəlir H2-yə, daha sonra yenə H2 və yaxud H1-in özü birbaşa qutarır. Daha sonra H2-dən sonra kiçik bir paraqraf təqlərimiz var, div hissəciklərimiz var. Bunların hamısını istifadəçinin gözünə rahat göründüyündən ötəri istifadəçi yorulmur. Səhifəyə baxdığı zaman lazım olduğu məlumatı avtomatik tapa bilir. Matrisi, məzmun və dekorasiya. Deyək, məsələn, bayaq da dediyimiz kimi şəklimiz var. Bu şəklin özü istifadəçi üçün məlumat daşıyırmı?
Deyək ki, bəli daşıyır. Artıq bunu alt mətni vasitəsilə məlumatı daxil edirik ki, bu şəkil nə haqqında. Deyək məsələn, ağızlıqlı qırmızı T-Rex oyuncağı. Bu şəkil bundan ibarətdir və istifadəçiyə müəyyən məlumat verir. Deyək məsələn, uşaqlar üçün bir veb səhifədir. Əlil insan bura daxil olduğu zaman səsləndirmə ilə tapacaq ki, hə, deməli burada bu şəkil var. Bu şəkildə bu səhifə üçün bundan ibarətdir. Artıq təxəyyülünü canlandırır. Ancaq deyək məsələn, şəkil məlumat daşımır. Bəli, daşımır. Dekorativ şəkildir. Yalnız dizayn üçündür. Heç bir oxunaqlığı, heç bir lazımi bir funksiyası yoxdur. Onda artıq bu alt təqini boş da saxlaya bilərik. İndi isə keçək kod nümunələrinə. Kod nümunələrində keçən səfər yaratdığımız index HTML-dir. Bizim bütün yazılarımız hamısı HTML daxilində yazırıq. Nə istəyirik ad qoya bilərik, fərqi yoxdur. Ancaq tapmağımız vacib olduğu zaman düzgün adlandırmaq vacibdir. Ancaq uzantısı isə mütləq HTML uzantılı olmalıdır. Daha sonra gəlirik kod ilkin skelet yaratmağa. Skelet yaratmaq üçün Shift 1 nida işarəsi gəldi. Enter-ə vururuq və bizim skeletimiz hazırdır. İndi biz bunu Open with Live Server eləyək görə işləyirmi? Bəli, işləyir. Ekranı yarıya bölək. Aha, hazırdır. İndi keçək həmin təqləri yazmağa. Bizim təqləri başlayaq ilkin olaraq bölüşdürməyə kitab adı ilə. Deyək məsələn, H1 bizim olsun bir kitabımızın adı. Deyək məsələn, hansı kitab? Səfirlər olsun deyək. Məsələn, Səfirlər. Gördüyünüz kimi böyük ölçüdə, bold tipində yazıldı. Normal yazımızın fərqi yoxdur. Bold tipində yazıldı. Keçək H2-yə. H2-də deyək yazarıq kitabın yazarı. Deyək məsələn yox, Victor Hugo. Gördüyünüz kimi ölçüsü balaca, ancaq yenə də tip olaraq bold tipində yazıldı. Deyək məsələn H3 olaraq da bu kitabın özünün hissələrini yazaq. Deyək məsələn kitabın birinci hissəsi. Birinci hissə. Fantina. Yazdıq. Gördüyünüz kimi bu da ölçüsü yenə kiçik olaraq gəldi. İndi H4 yazaq. Məsələn H4-də bunun öz kitabları deyə məsələn yazaq birinci kitab. Adını deyək məsələn bu cür qoyaq. Yenə də bunun ölçüsü digərinin. Belə hamısı azala gedir. H5-i də yazsaq. Məsələn H5-də yazsaq cənab Miriel. Yazdıq. Bu da daha kiçildi. H6 bundan daha da kiçiləcək. Bunun eynisini götürək yazaq. Bura H5, H6 yazaq hər iki tərəfdə. Gördüyünüz kimi ölçülər balacalana getdi. 1-dən başladı, 6-ya qədər uyğun sırayla getdi. Deyək məsələn, biz buna paraqraf təqi dediyimiz, yazdığımız paraqraf təqini daxil edək. Məsələn yazaq Lorem Ipsum və yaxud məsələn bu qədər yazımızı yazdıq. Normal tipdə yazdı. Normal tipimiz gəldi. Bold deyil, düzgün yazılış formasındadır. Paraqrafımız da bundan ibarətdir. İndi məsələn div. Bu bütün səhifənin hamısını müəyyən qədər uyğun strukturda yazmağa başlayır. Deyək biz burada həmin bu elə P təqimizi bunun daxilinə köçürək. Bunu kopyalayaq. Divi açaq və bunun daxilinə köçürdük. Həm burada var, həm burada var. İndi aralarındakı fərqə baxaq. Səhifənin özünü mən böyüldüm. Inspect. Bu səhifənin özünün uyğun formasına baxmaqdır. Yəni daxil etdiyimiz məlumatlar necə yazılıb, hansı tərəfdə istifadə olunur. Bunların hamısını görməkdən ötəri bu cür istifadə olunur. Deyək bizim yazdığımız bütün məlumatların hamısı belə gəlir. Baxın gördüyünüz kimi bura yazırıq bir təqimizi. Ancaq təqin özü bütün səhifənin hamısını soldan başlayaraq sağa qədər bütövlükdə tutur. Eyni ilə bu da, eyni ilə bu da. Bunların hamısı da bu cür sırayla gəlir. Həmin bu divin özü eyni ilə bunun kimi istifadə olunur. Ancaq biz CSS-də həmin bu divlərin özünə müəyyən bir ölçü verə bildik ki, həmin bu ölçü deyir ki, məsələn sən sırf sadəcə sözün uzunluğu qədər ekranda yer tut. Digər yerlərə qarışma. Yenə də bu da gəlir həmin semantik HTML-ə kodun düzgün yazılışına ibarətdir. Lazım olan yerlər uyğun şəkildə yazılır, heç biri bir-birinə qarışmır, heç bir qarşılıqlı kodda baş vermir. İndi isə bunların hamısını yazdıq, təqlərin hamısını bildik. Div
Sırf bu əsas bunun işləməsini CSS daxilinə daha uyğun görəcək necə işləyir. İndi isə keçək burada bizim yazdığımız semantik HTML-ə. Semantik HTML nədir, necə olur, kod göstərmişdik. Kodda da göstərək. Bunların hamısını silirik. Başlayaq. Aha. Nə demişdik? Body. Body'nin daxilində header. Body'nin məlumatları, main'in məlumatları və footer. Başlayırıq header'dan. Header yazdıq. Deyək, bura məsələn biz logo yazacağıq və ya logonun image olacaqdır. Bunu strong daxilində yazaq ki, biraz bold görsənsin. Deyək, yazaq logo. Logomuz yerində. Deyək, məsələn, səhifənin daxilində bizim bir navbarımız var və həmin header daxilində nav vardır. Ancaq orada deyək, məsələn, hər hansı bir linklərimiz var, o müəyyən linklərə keçid edir. Deyək, məsələn, yazaq nav. Açdıq. Bunun daxilində A tagimizi yazırıq və bu A tagimizdən 3 dənə daxil edirik. Daxil edədiyimiz zaman bunların hamısına bir həm deyil işarəsini qoyaq. Deyək, məsələn, birincisi olsun home, ikincisi olsun deyək, məsələn, contact, üçüncüsü olsun deyək, məsələn, about. Bunlardan ibarət. 3 dənə bu cür məlumatımız var. Daha sonra gəldik main hissəmizə. Main'i açdıq. Main daxilində bir article yazaq. Özünə aid müstəqil bir hissəsi olsun. Article daxilində H1-də deyək bizim bayaqki dərsimiz haqqında semantik web səhifə. Semantik web səhifəsi yazdıq. Deyək, bunların hamısını uyğun olaraq hissəciklərə bölürük. Həmin bu hissələrə bölməkdən ötəri də biz sectionlardan istifadə edirik. Section taqı daxilində section yazdıq, section'ı açırıq. Section daxilində deyək, dərsin özünün başlıqlarımız var idi da. Aha, elə bu həm bizim bu VS Code'un daxilində olan Copilot'un bizə göndərdiyi. H2'miz var, bizim başlığımızdır, paragrafımız var, bizim məlumatlarımızdır. Bunların hamısını bura daxil edirik. Daha sonra biz burada section'ın özünü də bağladıq, article-da bağladıq, main-də avtomatik özü hamısını bağladı. Ən sonunda isə nə demişdik? Footer olmalıydı. Footer-da daxil edək. Footer. Elə burada həmin o kodun özü də göstərir. Footer daxillədik. Burada deyək, məsələn, 2026 elə bu yazdığı məlumatlar. Və salam. Məlumatımız burada. Bütövlükdə web səhifəmiz. Bir header'ımız var. Yenə səhifəni inspect edək. Header'ımız var. Bura bizim header hissəmizdir. Həmin header'da bizim logomuz var. Home, contact, about hissəmiz var. Daha sonra gəlirik bizim başlığımız body hissəsi. Body hissəmizdə bizim sırf sadəcə bunlar. Semantik web səhifəsi, başlıq 1, lorem ipsum həmin məlumatlarımız var. Və ən sonunda isə bizim footer hissəmizdir. Deməli, bizim saytımızın özünün semantik HTML arxitekturası, yəni daha doğrusu semantik HTML yazılış stili bundan ibarətdir. Body, header yazılır, header daxilində logomuz olur. Daha sonra header daxilində istəyiriksə header daxilində yazaq. Həmin bu navbarı götürür header'ın içinə daxil edirik və həmin orada butonlarımız, ankorlarımız olur. Daha sonra gəlirik main hissəmiz. Main hissəmizdə lazım olan səhifəmiz haqqında olan bütün məlumatların hamısı burada olur. Ən sonunda isə footer hissəmizi yazırıq və bizim artıq semantik HTML-imiz, semantik HTML web səhifəmiz tam hazır olur. Və salam, bu dərsimiz bundan ibarət. Əsasən bu dərsdə kod həmin bizim taqlərimiz necə yazılmalıdır? İlk başda yazı taqlərimiz H1, H6, div, paragraf taqlərimiz. Axtarış yazdığımız zaman səhifəmizi necə strukturlaşdırmalıyıq, necə yazmalıyıq ki, SEO axtarışı zamanı istifadəçilərin qarşısına bizim web səhifəmiz çıxması üçün Google axtarış motorlarla bizim səhifəmizi tapmalı və istifadəçinin qarşısına çıxarmalı. Biz də bunu saytımıza düzgün yığmalıyıq ki, həmin bu proseslərin hamısı baş versin. Bu qədər. Əsas düşünürəm ki, bütün sahəni, bütün hissələri əhatə edə bildim. Sağ olun. Növbəti videolarda görüşənədək.